Gəlin 5-ci sualdan etibarən B variantının izahına baxaq. 6-cı sinif 2025 din test toplusu. Rəngi dəyişim. Bəli. Deməli, 5-ci sualdan başlayırıq. Bizdən nə soruşur? Qısa cavabları. Daha doğrusu qısa balaca mətnləri. İndi gəlin baxaq. Hi Teddy, there is a cinema on the sea in Thailand. People sit on floating boats. They watch movies under the stars. They see movies are amazing. It's fun and you experience yours, Tom. Deməli, məktubu yazan Tomdur. Deyir, Taylandda sinema var. İnsanlar üzən qayıqlarda oturur. Ulduzun altında filmə baxırlar. Filmlər də möhtəşəmdir, əyləncəli və yeni bir təcrübədir. Yəni, bu hansı ki, bizə məlumat verir Taylandda olanlar haqqında. Cavab olacaq A variantı. Tom deməli, çünki məktubu yazan Tomdur. Baxın, altda qeyd olunubdur. Dənizdəki kino teatr haqqında məlumat verir. Tom Teddy'ni Taylanda çağırır. Xeyr, çağırmır. Demir ki, come to Thailand və yaxud I hope you can visit Thailand. Belə demir. Boring deyir. Burada deyir, amma amazing. Bu ikisi antonimdə olmaz. Deyir, Teddy film izləməkdən həmişə zövq alır. Film izləmək heydən zövq aldığını demir bizə. Bir də hər ikisi deyir, ulduzların altında film izləyir. Yox, deyə bir şey. Hello John, salam John. Deməli, məktubu Johna yazmışıq. Do you hear about the shopping mall in Dubai? The shopping mall is with snow inside. You can ski and play in the snow outside. It's very hot, but inside it feels like winter. It's a surprise. Əgər like deməli, fail deyilsə, kimi deyə tərcümə olunur? Yəni, burada deyir ki, salam John, sən Dubaydakı mağaza, mall haqqında eşitmisənmi? Deyir ki, içərisində qar var, orada xizək sürə bilirsən. Qarda oynayırsan, amma çöl çox istidir. İçəridə isə qış kimi hiss edirsən. Bu təəccübdür. Yenə Emil yazıbdır. Deməli, Emil və John qarda oynayır. Xeyr, Emil Johna yazır. İçəridə deyir, çox istidir. Outside deyir, burada çöl, amma inside içdir. Emil deyir ki, qarda xizək sürmək istəyir. Xeyr, istəmir. Deyir ki, mall exciting place, yəni təəccübləndirici idi. Bəli, doğru cavab olacaq nə D variantı. John Telə mall haqqında danışır. Məktubu yazan, daha sonra John Tel nə idi? Üzrlüsən, Emilə mall haqqında danışır. Amma məktubu yazan Emildir, Emil danışır. Salam Julia, mən sənə deyir kinoteatr haqqında danışmaq istəyirəm. Bu Parisdədir. Və şəhərin, deməli, sinema şəhərin altındadır. İnsanlar stullar və böyük ekran gətirir. Onlar gecə köhnə filmlərə baxırlar. Bu qorxuludur, lakin deməli, həyəcan vericidir. Səmimiyyətlə Jane. Deməli, məktubu yazan Jane'dir. Jane deyir, filmlərdən qorxur. Xeyr, demir, mən qorxuram. Deyir, filmlər qorxuludur. Daha doğrusu qorxu film izləyirlər. Jane və Julia, xeyr, Jane bax, çox vaxt ikisini bir yazırlar. Məktub yazanla yazılan ki, ikisi birlikdə nə bilim, nəsə iş görür. Amma görmür. Bu yazan məlumat verir, nəsə soruşur. İkisi birlikdə olmur ki. İkisi birlikdə olsa, niyə onu məktub yazsın həmin şey haqqında? Olsa o da onu yaşamış olardı da. Julia deyir ki, şəhərin altında film izləyir. Julia Jane-ə deyir, qəribə sinema haqqında danışır. Julia danışmır, Jane danışır. Deyir ki, very exciting to watch old movies. Deməli, köhnə filmləri izləmək həyəcan vericidir. Bəli, cavab olacaq Y variantı. Deyir ki, Julia filmlərə, deməli, şəhərin altında baxır. Julia baxmır. Julia Parisdə olan haqqında danışır. Julia bəlkə jurnalisti gedib o da bu haqda araşdırıbdır. Özü eləmir. Ona görə də C variantı səhvdir. Gəlin mətni oxuyaq. Kyoto is a beautiful city in Japan, full of history, culture and nature. It's an ancient city. Kyoto is the heart of traditional Japanese culture. It is famous for its temples, gardens and traditional tea houses. Kyoto has a lot of temples. Some are world famous. People from all over the world come to Kyoto to see these beautiful places and learn about Japanese traditions. Deyir ki, Kyoto Yaponiyada tarix, mədəniyyət, təbiətlə dolu gözəl şəhərdir. Qədim şəhərdir. Ənənəvi deməli Yapon mədəniyyətinin ürəyidir. Və özünün məbəd, bağça, ənənəvi çay evlərindən məşhurdur. Həm də çoxlu qalalar var bunun içində. Bəziləri dünyaca məşhurdur və bütün dünyadan insanlar bu gözəl məkanları görmək və Yapon mədəniyyəti, ənənəvi ənənəsi haqqında öyrənmək üçün Kyoto şəhərinə gəlir. Burada həmçinin deyir ki, ənənəvi çay ilə bir qonaqlığı var. Sən orada yaşıl çay içirsən, matcha deyirlər indi. Və qədim alətləri izləyərək bunu içirsən. Həmçinin deyir ki, deməli, sən orada qədim qadın, belə deyək də, tamaşa, yəni çıxış edən birində görə bilərsən qadın olan. Hansı ki, o kimono geyinir. Bəli. Və o, deməli,
Yapon elegantlığının, Yapon zərifliyinin simvoludur. Kyotoya baş çəkmək üçün ən yaxşı vaxtlardan biri deyir ki, yazdır. Orada cherry blossoms bloom. Yəni gilas ağacı çiçək açır. Və ağaclar deyir ki, park, məbəd, küçələri deməli yumşaq çəhrayı güllərlə əhatə edir. Payızda isə yarpaqlar çevrilir. Tön çevrilməkdir. Rəngini dəyişir. Bəli, çevrilmək. Qırmızıya, sonra narıncıya, bir də sarıya dəyişir və başqa bir gözəllik yaradır. Kyotonun həmçinin dadlı yeməyi var. Kaiseki and Yudofa are its traditional meals. Onlar ənənəvi milli yeməkləridir. Şəhər tarix və müasir həyatı belə deyək də sakit bir yolla birləşdirir. Həm də baş çəkmək üçün deməli sehirli bir yerdir. Gəlin indi baxaq mətndə əsasən nə haqqındadır. Mətn deməli The City of Traditions. Mən hər dəfə deyirəm, bizə parafraza olunmuş şəkildə düşür. Keçən dəfə mətnin cavabı Parisdən danışırdı, amma cavabda City of Light çıxmışdı. Burada da elədir. Kyotonun ikinci adı nədir? Parafraz edir. Ənənələr şəhəri. Yəni konkret elə bir ki, nə yazmır? Pozana qoymuşam. Aha. Ənənələr şəhərindən danışır. Yəni Kyotodan. Bu bərabər elə bir Kyotoya. Amma Kyotonu görüb çaşıb burada beyni götürsə səhvdir. Mətnə görə deyil cavab tap. Nə üçün baş çəkmək istəyirlər? Deməli, bir orada maraqlı yerləri görmək, bir də ənənələr haqqında öyrənmək üçün deməli, cavab olacaq 1-3 D variantı. Çünki orada konkret baş çəkmək deyil. Baxın, buradadır. Gəlin bir də mən sizin üçün qeyd edeyim. Dünyanın bütün yerlərindən gəlirlər ki, gözəl yerləri görüb Yapon mədəniyyəti haqqında bir dəqiqə öyrənsinlər. Buradadır. Aha. İndi davam eləyək. Deyir ki, bu Yapon şəhəri adi yerdir. Yalnız yeməklə məşhurdur. Bilinməyən yerdir və az məbədi var. Xeyr, bu da adətən çoxunda mənfi söz olur. Birində müsbət olur. Deyir, gözəl yerlərin insanı cavab edir. False istəyir. Yəni bizdən istəyir ki, səhvi tapaq. Kyoto deyir ki, tarix və müasiri birləşdirir, düzdür. Burada deyir ki, dadlı deyil. Xeyr, onlar dadlıdır, milli yeməkləridir. Səhv budur. Yaşıl çayı qədim alətlərindən biridir. Ora deyir, gülləri görmək üçün gəlirlər. Bir indi baxaq. Delicious food deyir də. Bəli, bu da deyir ki, are not very delicious. Ona görə B variantı səhvdir. Gülləri görürlər. Çünki deyir, ən yaxşı vaxt yazda axı çiçək açır. Bəli, yerdə deyir, kimono geyinir, düzdür. Gəlin indi korrektə baxaq. Yazda olur, qırmızı, narıncı, sarı yox. Bu olur elə bir ki, autumn'da. Yəni payızda. Bu iki düzdür. Qadın orada var, kimono geyinən Yapon mədəniyyətinin simvoludur. Deməli, bunlar gözəldir. Bəli, parklar falan. Heç kim deyir, heç nə bilmir. Necə yəni bilmir? Zəngin tarixi var. Bu da səhvdir. Cavab olacaq 2-3. İndi isə keçirildən mən qrammatikaya. Deməli, parents cəmdədir. Bu da yenə zeydə cəmdədir. Cəmdən iz işlənməz deyə bütün izləri mən çıxıram. Daha sonra now var. İndiki davam edici. İndiki davam edici zaman forması necə olur? Am, is, are, ing. Am, is, are, ing. Bu da cəmdədir deyə olacaq elədir. Valideynlərin hardadır? Deyir ki, onlar indi filmə baxır. But varsa bir tərəf elə bir ziddiyyət olur. Amma bu demək deyil ki, həmişə mütləq bir tərəfdə təsdiq, bir tərəfdə not olmalı. Sadəcə burada əksi kəndir. Kənin də təsdiqi, ziddiyyəti olacaq kən notda. Yəni, fərqi yoxdur. Bu tərəfdə də kən not ola bilər, o biri tərəfdə də olar kən. Kən to-la işlənmir. Kən üstə gəl to. Yəni, heç vaxt, belə deyək də, olmur. To-la ona görə to-ları çıxın. Hər iki tərəf inkar və təsdiq olan da çıxın B-dir. Daha sonra E var burada, yəni təkdə. Təkdə sualda olacaq is-zərə. İnkarında da no varsa mütləq no olmalıdır. Zərə is not. On the left, bu əzbər sualdır. Solda, bu da restoranın solunda. Cansızın yəli çalı. Yəli çal. Cansızın yəli yaldofla düzəlir. Deməli, there is a supermarket on the left of the restaurant. Yəni restoranın solunda. Deməli, burada da isim var, burada da isim var. Hər ikisini isimləşdirən bunu çıxaq, bunu çıxaq. Daha sonra deməli bu ikisini də çıxaq, isimləşdirən bu qaldı. How often, nə tezlikdə? Nə tezlikdə deyiriksə, biz ona elə bir cavab verməliyik ki, yəni
konkret vaxtı bildirməsin. Məsələn, hər bazar günü həftədə bir dəfə və yaxud heç vaxt. Amma indi desəm bu nə when olar, today də when olar. Yəni bu ikisi olar. Deməli when nə vaxt, indi və yaxud bu gün. Get up oyanmaqdır, when-lə what time deyir, nə vaxt oyanır qardaşın. Possessive case deməli üstə gəl isim olmalıdır. Birdə yoxdur isim, has got deyil. Close isimdir, parents isimdir. Üçdə isə is ing-dir, yəni davam edici zamandır. Deməli cavab olacaq 2-4, elə B variantı. Julia deyir filmləri sevir. Filmlər harda izlənilir? Sinemada, A variantı olacaq. Sinonimli istir, veya geyinmək, putun geyinmək, look at baxmaq, get əldə etmək, take off soyunmaq, wash yumaq. Daha sonra cümlə quraq. Cümlə qurağında deməli zaman axırda olacaq. Evening axırdadır, in the evening. Yəni 7, 6, 3. Bu axırdadırsa da bunları çıxın. Burada da elə bir browser var, my browser. My isimdə işlənir deyə 5, 1. Often hangs out 5, 1, 2, 4. Deməli 7, 6, 3. Çünki often deməli mübtədə, often sonra gəlir nə? Xəbər. Bəli, ikisinin arasına gəlir. Bowling zalında nə oynuyorsunuz? Bol, yəni dığardamaqla top oynayırlar. 1B. Skateparkda insanlar xizək sürür. A. Baxın, cavabda özü demək olar ki, verdi. Blok sport sırası bir blok çəkirlər. B, C cavab olacaq A variantı. Antonim istəyir bizdən. Əks məna. Come, go, gəlmək, getmək, açmaq, bağlamaq. Bir də almaq, satmaq. Daha doğrusu almaq, satmaq da olur burada. Deməli 1, 2, 4. Happen baş vermək, develop, inkişaf etdirmək olmaz. Increase artırmaqdır. Reduce amma burada deməli azaltmaqdır. Olmaz. Gəlin indi baxaq 26-ya. 26-da da S istəyir bizdən. Deməli yazaq. It was. Ya da gəlin bunu deməli. Mən qeydləri açım və orada yazım sizin üçün. Bir dəqiqə gəlin baxaq. Aha. Deməli. It was a sunny day in the summer. Yayda günəşli bir gün idi. Deməli, we went to Balloon Festival. Yəni biz şar festivalına getdik. We were running happily. Then deməli sonra my father, ata sonra nə alır? Dondurma. My father bought ice cream for us. We sat oturmaqdır. On the grass and ate it. Və bunu yedik. After we got on air balloon, hava delişanına mindik. We were happy it was an unforgettable, məsələn, unudulmaz, yadda qalan bir gün idi. Day for us. Gəlin indi baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47 söz. Esimiz də tamamdır. Bu qədər. Daha çox video üçün kanalıma abunə ola bilərsiniz. Sağ olun.